gördük hamınızı. Bugün uşaqlar sizi bura niyə yığmışıq? Qlobal bir problem var. Onunla bağlı sizə bu günləri Ramazanlı Çingiz, Vərəmsiz Gələcəyə Doğru təşkilatının rəhbəri və Bayramov Kənan, vərəm xəstəlikləri üzrə təlimçi bugün həmin o qlobal xəstəlik barədə sizə məlumat vermək istəyir. Yəqin ki, vərəm haqqında eşitmisiniz. Müəyyən dərslərdə bu xəstəliyin fəsadları və yaxud da bu xəstəliyi törədən virusların nə dərəcədə təhlükəli olduğu sizə dərs zamanı öyrədilib. Bu günləri isə onlarla mübarizə yolları, nə dərəcədə təhlükəli ola biləcəyi və sizin bundan özünüzü, yaxınlarınızı qoruyub məlumatlı olmağınız danışılacaq, sizə tövsiyələr veriləcək. Suallarınız olarsa diskusiyaya keçə bilərsiniz mütləq şəkildə. Uşaqlar, məni üzrlü hesab eləyin. Çingiz müəllim, siz də məni üzrlü hesab eləyin. Mən müsahibədəyəm. Bir daha mən özümüzü təqdim eləyək. Deməli, təşkilatımız Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi adlanır. Biz qeyri-hökumət təşkilatı təsisatıyıq və eyni zamanda Elm və Təhsil Nazirliyinin, Bakı şəhər üzrə Baş Təhsil İdarəsinin razılığı əsasında biz bu il orta məktəblərdə vərəmlə bağlı maarifləndirmə fəaliyyətlərini başlayırıq. Deməli, nəyə görə orta məktəblər? Bunu da bilməlisiniz ki, obyekt nəyə görə seçilibdir? Şagirdlər, pedaqoji kollektiv, valideynlər arasında. Bayaq biz direktorla söhbət edəndə bunu dedik, indi geniş auditoriyada da deyək. Deməli, hər bir layihə yazılan zaman biz mövzunu seçəndə, auditoriyanı seçəndə onu arqumentlərlə əsaslandırmalıyıq ki, nəyə görə? Çünki buna da nəzarət edən orqan var və qısaca bunu da deyim ki, bu Azərbaycanın milli donorudur, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Artıq 5-ci ildir fəaliyyət göstərir və bütün bax belə qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi verir. Bu çox vacib bir məqamdır. İctimaiyyət arasında bu bilgilərin yayılması. Nəyə görə biz seçmişik orta məktəbləri? Deməli, Elmi Tədqiqat Ağciyər Xəstələri İnstitutunun və Səhiyyə Nazirliyinin statistikası əsasında biz götürdük məlumatları ki, 7 yaşdan 17 yaşa qədər Azərbaycanda məktəblər arası, bu məktəb yaşıdır, yəni ki, vərəmlə xəstələnmə halları ən çox hansı rayonlardadır? Və onlar statistikanın göstəricilərinə görə Xəzər rayonu gəlib düşür ora. Deməli, ona görə də biz maraqlandıq ki, bu vərəmlə xəstələnmə halları əgər şagirdlər arasında yayılıbsa, deməli, məlumatsızlıq da çox azdır bu barədə. Çünki vərəm bilirsiniz ki, təcə tibbi problem deyil, o eyni zamanda sosioloji problemdir, sosial problemdir. Yəni, orada böyük kütlələr toplanır, böyük kütlələrin iştirakı, onların məlumatlı olmağı çox vacibdir. Nəyə görə sual verə bilərsiniz ki, biz obyekti vərəm seçmişik, təşkilatımız nəyə görə məhz vərəm xəstəliyindən işləyir? Çünki daha da böyük, daha da təhlükəli infeksiyalar da mövcuddur da. Yadınıza gəlir ki, tarixdən yəqin bilirsiniz, əsrlər olub ki, Azərbaycanda taun xəstəliyi, vəba xəstəliyi tüğyan eləyib. Bunun üstündə o vaxt müalicə yolları olmadığına görə, bu barədə məlumat az olduğuna görə böyük kəndləri yandırırdılar insanlarla bir yerdə ki, yəni xəstəlik digər yerlərə keçməsin. Və yaxud eyni zamanda son dönəmdə Covid dövrü yaşadıq. Böyük bir infeksiya idi, yayılmışdı, bütün dünyanı pandemiya şəklində tutmuşdu və bütün bunun nəticəsində biz nəyi gördük ki, yəni qapanmalar necə oldu, yəni qoruyucu maskalardan istifadə etmək gəldi çıxdı. Yəni bütün bunların hamısı qabaqlayıcı tədbirlər idi və eyni zamanda da profilaktik tədbirlər idi. Çünki o artıq virus xəstəliyi idi. İndi qısaca bir təlimçi sizə geniş danışacaq. Mən qısaca sizə məlumat verim ki, deməli xəstəliklər vərəm bakterial xəstəlikdir, lakin Covid virusdur. Yəqin ki bilirsiniz ki, aramızda uşaqları deyirəm, yəqin ki biologiya ilə məşğul olanlar çoxdur. Bilirsiniz ki, deməli yer kürəsinin həqiqi sahibləri mikroorqanizmlərdir. Biz Homo sapiens insanlar yox, həqiqətən belədir. Real vəziyyət belədir, mikroorqanizmlərdir. Yəni həyat onlardan başlayıb və belə də baxırıq, elə onlarla da bitəcək. Yəni ona görə də sadəcə olaraq onların həyat tərzini bilmək vacibdir, onların yaşayış tərzini. Yəni bu məlumatlılıqdır. Məlumatlılıq nə qədər çox olarsa, deməli insan güclü olur o qədər. Yəni dövrümüz bu dəqiqə məlumatlıq dövrüdür. Əsas bunun üstə qurulur. Ona görə də vərəm kimi ağır xəstəliklərin müalicəsi həkimlərin boynunda olduğu kimi məlumatlandırmaqsa bax bizim üstümüzdədir. İndi təlimçi isə geniş bir təlimat çıxış eləyəcək vərəmlə bağlı. Direktor da dediyi kimi, yəni biz də bunu həmişə bunun tərəfdarıyıq. Gözləməyək ki, ritual qaydanı ki, qutaraq axırda kimin sualı var. Yox. Yəni yerindəcə kimin harda sualı var, əlini qaldırır, biz köklənirik ona. Zəhmət olmasa aktiv olalım. Yəni bizə də lazımdır ki, deməli vərəm haqqında biz nəyi bilirik və eyni zamanda nəyi öyrənə bildik. Bizə bu məqam çox vacibdir.
İndi mən sözü verirəm bizim təlimçiyə, Kənan müəllimə, bu danışsın. Yenə də deyim, hansı suallarınız olsa, istənilən zaman buyurun. Mən də öz növbəmdə hər birinizi salamlayıram, hər birinizi xoş gördük. Ümumi bir sualdan başlayaq. Vərəm haqqında kimin nə məlumatı var? Vərəm deyiləndə nə başa düşürsüz? Yəni aktiv olun, çəkinməyin, utanmayın. İxtisasım fiziki tərbiyə müəllimidir və bizim də ən birinci borcumuz elə şagirdlərə, bəli bu şagirdlərimiz oturub hal-hazırda özləri çox gözəl bilirlər, əksəriyyətinə dərs deyirik və bu məlumatı sırf onlara da mən hər dərs demək olar ki, hər dəfə onlara məlumatı veririk. Hər bir şagirdin ümumi fiziki inkişafının geniş olmağı onların sağlamlığı deməkdir. Və o sağlamlıqda da biz bilirik ki, ağciyərin böyük fəaliyyəti var. Biz nəfəs alırıq. Mən onlara həmişə deyirəm ki, səhər olanda durun, təmiz havada nəfəs alın və sizin ağciyərinizdə oksigen yetərincə olsun ki, ağciyərdə oksigen tutumu yetərincə olsun ki, sizin yəni o qanınız qidadan qəbul eləyən, sovrulan qan, yəni qan orada artıq oksigenlə oksidləşərək bizim təpədən dırnağa qədər olan inkişafımızda öz fəaliyyətini daha yaxşı yerinə yetirsin. Biologiya müəlliməsi Zəkiyə müəllimə, Gözəl Zəkiyə. Biz də bakterial xəstəliklər, virus xəstəlikləri keçirik dərslərimizdə. Vərəm də həmçinin bakterial xəstəliklərə aiddir. Tənəffüs sistemini zədələyir, ilk növbədə ağciyərləri və yuxarı və aşağı tənəffüs orqanlarını zədələyir. Əlamət olaraq, məsələn, uşaqlarda qeyd edirik bunu, ən çox az yaşlı uşaqlar. Çünki onlar yeni qadınlarını tam olaraq bilmir. Həm də risk qrupuna daxildir, məsələn, müəyyən böyrək qüsurları olanlar, hamilə qadınlar, yaşlı insanlar, hansı ki immunitetləri aşağıdır. Keçmə yolları da hava damcı yolu ilə keçən xəstəlikdir. Müəyyən bir əşyalardan, xəstənin toxunduğu əşyalardan. Çünki dezinfeksiya olunmayan, adicə onların əl-üz dəsmalları olsun və yaxud da qida əşyaları olsun, toxunduqları hər bir şeyi onlar spirtlə. Çünki bakteriya infeksiyasının ən azından qabağını dezinfeksiya yolu ilə spirtlə almaq mümkündür. Amma vərəm xəstəsi artıq yüksək dərəcədə vərəmdirsə, məsələn, onlarda nə baş verə bilər? Gecə tərləmələridir, arıqlamaqdır, onların qidasının zəifliyidir və öskürək, bəlğəmli öskürək, xüsusən də bəlğəmlərində qan görsənə bilər. Onlar da artıq daha təhlükə altındadırlar. Bəzən bir ay içində belə xəstəni itirə də bilərik. Bəzən isə xəstənin ömrü uzana da bilər. Ən çox bu xəstələrə tutulma ehtimalı nəmişlik şəraitdə. Çünki bakteriyaların çoxaldığı mühit nəmişlik, ilıq və natəmiz yerlərdir. Ona görə də bakteriya daha sürətlə inkişaf edir. Ümumiyyətlə, bakteriyaların çoxalması əgər onlar üçün uyğun şərait olarsa, hər 20-30 dəqiqədən bir, ikiyə bölünməklə, belə deyək də, həndəsi silsilə ilə çoxalırlar. Şagirdlərdən də biraz fikir alaq, biraz buyur. Vərəm deyiləndə nə başa düşürsən? Vərəm çox ciddi bir xəstəlikdir, lakin onu tez müalicə olunsa tamamilə sağala bilər. Vərəmin yəni bir neçə xüsusiyyətləri var ki, biruzə verir özünü. Məsələn, gecə tərləmələri və yaxud bir həftə ərzində yüksək qızdırma, daha sonra bəlğəmdəki qan, bunlar hamısı vərəmi biruzə verir. Bəli, bugünkü mövzumuz xəstəlik, vərəm xəstəliyi haqqında olacaq. Vərəm xəstəliyinə yoluxma, xəstəlikdən müalicə, xəstəlikdən sağalma, əlamətlər bununla bağlı. İnfeksion xəstəliklər nədir? Viruslar, bakteriyalar, parazitlər, göbələklər tərəfindən törədilən xəstəliklərdir. Bunların yoluxma yolları hansılardır? Müxtəlif yollarla, hava damcı yolu ilə olur, misal üçün öskürəndə, asqıranda, danışanda, təmas vasitəsilə, qan vasitəsilə olur. Qan vasitəsilə necə yoluxma ola bilər? Məsələn, sağlam bir insan gedir bərbərxanaya, tatu yerlərinə, qadın salonlarına, orada hər hansı bir xəstə insandan aparatlar istifadə olunubsa və dərisi zədələnibsə, artıq o sağlam insanda istifadə olunanda, sağlam insanı da zədələyəndə, bu yolla isə qan vasitəsilə yoluxdura bilər sağlam insanı. Simptomlar hansılardır? Vərəm xəstəliyi yoluxandan və xəstələnəndən sonra hansı simptomlar üzə çıxar? 2 həftədən çox sürən quru öskürəkdir, daha sonra gecə tərləmələri olur, iştahsızlıqdır, arıqlamadır, döş qəfəsində ağrılar olur, bəlğəmdə qan ola bilər. Bu əlamətlər kimsə də görsəniz, artıq bilin ki, bu insan mütləq şəkildə müayinədən keçməlidir, yoxlanmalıdır. Bir vacib məqamda sizə çatdırım. Bəzən o 2 həftədən çox sürən öskürəyə görə gedirlər, sirop alırlar, sirop içirlər, qızdırmaya qarşı dərman alırlar, qızdırmanı kəsirlər.
Bu düzgün yanaşma deyil. Bu əlamətlər kimsədə varsa, düzdür, bu əlamətlər olan insan hər kəs vərəm olmaya da bilər. Digər xəstəliklərdə üzə çıxa bilər belə bir əlamətlər. Sadəcə diqqətlə bilin ki, bu əlamətlər kimdə varsa mütləq şəkildə yoxlanmalıdır. Dərman alıb qızdırmanı kəsmək, döz kürəyi kəsmək, bunlar düzgün yanaşma deyil. Bunlar yalnız xəstəliyi daxildə uzada bilər. Siz də öz ətrafdakı yoldaşlarınıza, biliyi olmayanlara məlumatlar ötürün, bildirin. Bu əlamətlərdir, vərəmin yoluxmasındandır, vərəmdən qorunmadır. İndi hamısından danışacağıq. Vərəmdən sağalmadır. Ümumi bir sual verin. Vərəm ümumiyyətlə sağalan bir xəstəlikdir, yoxsa ömürlük insanda olur? Sağalandır. Sağalır. Bu şəkildə gördüyünüz bizim təşkilatın əməkdaşlarıdır. Yəni biz təkcə Bakı şəhərində fəaliyyət göstərmirik. Bizim rayonlarda da tədbirlərimiz olub, maarifləndirmə işlərimiz olub, xəstəxanalarda olub, ailə və qadın mərkəzlərində olub. Yəni bir çox yerlərdə bizim maarifləndirmə işlərimiz olub vərəm üzrə. Vərəm haqqında bəzən düşünürlər ki, bizdə vərəm yalnız kasıblarda olur. Yəni varlı insan vərəmə yoluxa bilməz və xəstələnə bilməz. Bir misal gətirim. Bizim Azərbaycanlı 1 milyonçu Murtuza Muxtar, bəlkə adını eşitmisiniz. Onun gənc oğlu milyonçu, baxın, milyonçunun gənc oğlu Fransada təhsil aldığı müddətdə vərəm xəstəliyinə yoluxur və xəstəlikdən həyatını itirir. Yəni milyonçu belə öz oğlunu sağalda bilməmişdi. Çünki o vaxt xəstəliyin müalicəsi yox idi. Ona görə o yanlış bir düşüncədir. Bu xəstəlik hər kəsdə ola bilər. Sadəcə bu xəstəlikdən bir onu bilmək lazımdır ki, vaxtında müayinəyə getsək, vaxtında müalicəyə başlasaq, xəstəlik tam sağlam bir xəstəlikdir. Yarımçıq buraxsaq, laqeyd yanaşsaq, təbii ki, bu xəstəlik həmişə bizdə olacaq. Vərəmin diaqnozu yalnız bəlğəm analizində bilinir. Daha sonra təbii ki, rentgen müayinəsi də ola bilər, qan analizi də ola bilər, mantul sınağı da ola bilər. Amma birinci növbədə vərəmin çöplərini laboratoriyada bəlğəm analizi ilə aşkar edilir. Çünki yeni yoluxmuş, yeni xəstələnmiş insanda ağciyərlər təmiz ola bilər. Ağciyərdə heç nə görsənməyə bilər. Yəni bu o demək deyil ki, məndə heç bir xəstəlik yoxdur. Dəqiqləşdirmək üçün bəlğəm analizi mütləqdir. Bu xəstəlik əgər kimdəsə varsa, o mütləq şəkildə axıra qədər müalicəsini eləməlidir. Yarımçıq saxlasa o xəstəlik onu çox fəsadlara gətirib çıxardacaq. Aramızda yəqin ki, hazırlaşanlar var ali məktəblərə. Ali məktəbə daxil olmaq üçün məqsəd qoyursunuz qarşıya. Həmin ali məktəbə daxil olmaq üçün xüsusiyyətləri bilməlisiniz də. İndiki təhsil sisteminə uyğun olaraq hansı qrupda daxil olan imtahanlar veriləcək, həmin imtahanlara necə hazırlaşmaq, ya indi məktəbdən bilik götürürsünüz, ya əlavə repetitor yanına gedirsiniz. Yəni nəyə görə? Məqsədə doğru gedirsiniz və həmin məqsədə doğru getmək üçün məlumatınız var artıq. Siz artıq bilirsiniz ki, yəni sizə nə lazımdır ki, abituriyent olub tələbə adını qazana biləsiniz. Eyni şeydir. Yəni yanaşma hamısı eynidir. Bir vahid bir hissənin müxtəlif tərəfləridir. Yəni ona görə davamlı forma deyəndə, ümumiyyətlə davamlı forma kim bilir? Biz danışdıq, təlimçi dedi. Davamlı forma deyəndə vərəm xəstəliyinə davamlı forma, dərmana davamlı forma deyəndə necə başa düşürsünüz? Davamlı deyəndə nəyi nəzərdə tutulur? Davamlı forma, yəni bir dərmandan sadəcə bir dəfə istifadə etmək və ya 5 dəfə istifadə etmək deyil, daimi istifadə etmək və daimi istifadə etmək. Yəni davamlı sözü nədir? Daimi. Soram, başqa fikir, fərqli fikir var? Davamlı forma deyəndə belə ola bilər. Məsələn, bu xəstəliyə yoluxub və bu dərmanı içir. Yəni bu xəstəliyə qarşı davam davam göstərir də, o xəstəlikdən qurtulmağa kömək edir. Davamlı forma tamamilə əksi nəzərdə tutulur. Müalicə eləmir. Davamlı forma əksinə dərmana davamlıq yaradır və xəstəlik ona cavab vermir. Yəni adi halda ki, pasiyent deyək də, həkimin göstərişi ilə dərmanları qəbul eləyir, dərmanlar vərəmi öldürür. Bu davamlıq deyil, bu aktivlikdir. Yəni ki, bu konkret olaraq dərmana qarşı həssaslıqdır. Deməli, mikobakteriya, vərəm mikrobu deyək, bu həssasdır dərmana. Yəni həmin dərman onu öldürəcək. Davamlısa göstərir ki, dərmana davamlıdır. O dərmandan nə qədər içirsinizsə, o xəstəliyə kömək eləmir, öldürmür onu. Davamlıq nə zaman yaranır? Həmin dərman ya axıra qədər içilməyib, yarımçıq saxlanılıb, ya doza azaldılıb, tutaq ki, 5 tabletka içilməlidirsə, o içib 3 dənə ki, daha bəsdir. Yəni özü-özünə məsləhət verib ki, daha bəsdir. Bu davamlılıq budur. Yəni dərmana davamlılıq yaranır, xəstəlik qalxır. Dərmana həssaslıq qalxanda xəstəlik ölür. Nəzərdə saxlayın bunu. Burada əksi başa düşülür. Risk qrupları deyilən nə başa düşürük? Aha. Siqaret qəbul edənlər. Bəli.
Əla, tam doğru. Vərəm dispanserində çalışan tibb işçiləridir, həbsxana həyatı yaşayan dustaqlardır. Yəni bu insanlar daha həssaslar. Yəni xəstəliyə daha tez yoluxub və daha tez xəstələnə bilərlər. Sağlam insan, sağlam həyat tərzi sürən təbii ki, daimi güclü olur, yaxşı qidalanır. Maariflənmənin önəmindən danışdıq. Maariflənmənin önəmi nədir? Bilikli olmanın önəmi nədir? Maariflənmə ən böyük ona ibarətdir ki, biz öz dostlarımızı və yaxınlarımızı maarifləndiririk ki, hansı əməlləri hansı etməmək lazımdır ki, vərəmi yoluxmayaq. Vərəm haqqında çox şeylərdir və vərəmin ən böyük yoluxmaları, ən böyük qarşılamaları, vərəmin davamlı olması, dərmanları davamlılığın qalması və s. və ilaxır. Ümumiyyətlə maarifləndirmənin önəmi həqiqətən çox böyükdür hər bir zaman. Yəni istər səhiyyə sahəsində olsun, istər təhsil sahəsində olsun, hər bir zaman önəmlidir. Çünki maariflənmə bayaq da əməkdaşın vurğuladığı kimi, yəni necə ki müharibədən əvvəl kəşfiyyat dəstələri göndərilir, bir şeyi qabaqcadan yaxşı bilirsən, necə ki bir şeyə hazırlaşmadan, necə ki rəqibi hardan vuracağını yaxşı bilirsən, sən o zaman üstünlüyü əldə etmiş olursan. Maarifləndirmə də bir növ bizim üçün üstünlük yaradır. Ümumiyyətlə profilaktik tədbirlər hər zaman vacibdir. Çünki risk qrupları bəzən özü də bilmədən belə immuniteti zəif olanlar sırasına girə bilirlər. Tutaq ki, adi səhiyyə işçisən, həkimsən və yaxud da təbbin hər hansı bir əməkdaşısan, müəyyən paltarlar istifadə eləməklə, məsələn, bizim ailəmizdə də tibb bacısından olan nümayəndələrimiz var. Onlar koronavirus dövründə müəyyən binalarda iştirak ediblər xəstələrin müalicəsində və onlar əyinlərinə xüsusi geyimlər geyinirdilər və onlar oradan çıxan zaman mənim yadımdadır ki, həmin qohum gəldi və o paltarlardan dərhal qurtulmalı olduğunu falan söylədi. O zaman mənə maraqlı gəldi. Səbəbini soruşanda o dedi, mənə profilaktik yolları izah elədi ki, ümumiyyətlə xəstə bir adam əgər sağlam insanların ortamına giribsə, burada mütləq yəni belə tip paltarlardan, ümumiyyətlə həmin o xəstələri müalicə edən zaman istifadə etdiyi maskalarda istər spirt qabının özü belə olsun, adi onun belə artıq steril olmalı olduğunu dəfələrlə vurğuladı və bir neçə gün bizdən izolə olunmuş halda yaşadı, yəni bizdən ayrı formada. Çünki biz nə qədər sağlam, immunitetli olsaq belə, bizim profilaktik tədbirlər barədə məlumatımız olmadığı üçün və daha sonra ki, o bizi məlumatlandırdı. Biz əslində yaxınlaşıb onunla görüşmək istədik, amma o bizim nəzərimizə çatdırdı ki, hava damcı yolu vasitəsilə bu xəstəliyin keçmə halları mümkündür, hətta yüksəkdir. Belə məlumatlandırmadan sonra artıq sağlam insanda, həmçinin əməkdaşın özü də bildi ki, yəni necə hərəkət etmək lazımdır. Bu baxımdan təbii ki, vacib yoldur. Siz gənclərə, siz şagirdlərə də tövsiyəmiz nədir? Baxın, ali məktəblərə hazırlaşırsınız. Sizlər də immun sisteminizi güclü saxlamalısınız. Yəni gecəyə qədər, səhərə qədər oxumaq təbii ki, yuxu sistemi vacibdir. Yatmaq mütləqdir. Yuxunuza fikir verin, soyuqdan qorunun, isti geyinin, qidanıza fikir verin, yəni ac saxlamayın. Vərəm xəstəliyinin yoluxma yollarının, daha doğrusu insan zəiflədən amillərdən biri də ac qalmadır. Yəni insan ac qaldıqca immun sistemi zəifləyir. Ona görə artıq xəstəliklər tək vərəm yox, digər xəstəliklər də ortaya çıxa bilər. Yəni daima qidanıza da fikir verin, yeməyinizə fikir verin, yuxu rejimizə fikir verin, istirahətinizə fikir verin. Vərəm xəstəliyinin təbii ki, müalicəsi var. Yəni tam sağalandan sonra da ailə də qura bilər, işləyə də bilər, oxuya da bilər, digər işlərini də görə bilər. Həmişə məni maraqlandıran bu sualdır ki, yəni restoranlarda gedib yeyirik, yəni övladlarımız, özümüz. Yəni o maraqlıdır ki, o yolla keçə bilər, yəni boş qapdan, stakandan, bəli. Sizin sualınızın cavabını verirəm. Xeyr, elə yoldan keçmir. Vərəm heç vaxt elə yoldan keçmir. Elə yoldan keçən xəstəliklər desəz, bəli var. O dedi də, qida yolundan keçən, siz dediniz məhz vərəm. Vərəm elə keçmir. Vərəmin keçmə yolları ancaq hava damcı ilandır. Orada bilsiz hansı halı yarana bilər? Mən gəlmişəm restorana, restoranda bu qədər adam oturubsa, mən danışığımdan keçə bilər. Ancaq mənim yediyim qabdan yox. Yəni mənim danışığım aktiv vərəm məndə varsa, mən danışanda vərəm basillaları ifraz edirəmsə, bəli. Onda burada kim var, hamısı xəstələnibdir. Ancaq qabdan yox, qabdan yox. Ağız suyundan hava damcı yolundan keçir. Hava damcı yolundan keçir. Hava damcı öpüşmə formasında ağız suyu varsa olur. Yəni nəyə görə deyirik? Yəni fikir verirsiniz, bizdə bu milli mental qaydalarda var da. Qadın qadınla da, kişi kişi ilə də qucaqlaşıb öpüşüb görüşürlər. Xarici ölkələrdə bu yoxdur. Yəni bu özü də bəli, hava yolundan infeksiyanın yayılmasına kömək eləyir. Əvvəl təşəkkür edirəm gəldiyiniz üçün, minnətdaram uşaqlara da, valideynlərə də. Bir dənə sualım var, mümkünsə, məsəl üçün bir uşaq xəstədir, istər qız olsun, istər oğlan olsun, bizim yanımızda oturub. Sonra biz bizlə ünsiyyət qursa, biz nə bilək ki, o necədir xəstəliyi, nətər bu barədə. Müntəzəm olaraq bəlkə təklif eləyərdim ki,
hər ay məsələn stasionar yoxlanış aparılsın uşaqlar arasında, yoxlanılsın. Həqiqətən bəlkə heç onlar müraciət eləməyiblər xəstəxanaya və poliklinikaya. Deməli, sizin suallara cavab verim mən. Bəli, bu çox ağrılı bir mövzudur. Bu dəqiqə Azərbaycan səhiyyəsində də bu konkret olaraq, yəni həm buna deyirlər, həm kontaktların yoxlanışı, həm pasiyentin özünün. Ümumdünya Səhiyyə Təşkilatının sonuncu təlimatları var, tövsiyələri var və vərəmin müalicəsi ambulator rejimə keçirilir. Yəni ümumiyyətlə bilirsiniz də, stasionar ambulator bilməyənlərə aiddir. Stasionar yatır xəstəxanada müalicə olunur, ambulator həkimin yanına gedir, gəlir müalicə olunur. Yəni yatmır. İki üsul var. Vərəm əvvəllər stasionarda var idi. Yəni yatırdılar uzun müddət, indi də var. Faiz azaldılıb, 3%-ə qədər endirilib. Lakin əksər ambulator rejimlədir. Ambulator odur ki, yəni işindən qalmır, dərsindən qalmır, gedir. Məsəl üçün sizin dediyiniz halda şagirddir, vərəm xəstəsindən xəstədir, onu dərsindən saxlamamaq üçün onu 2 həftəliyinə izolyasiya eləyirlər, 2 həftə yəni evində qalır, həkimin göstərişinə əsasən dərmanları qəbul eləyir, 2 həftədən sonra artıq dərsə gələ bilər, ancaq dərmanlar axıra qədər qəbul olunmalıdır. Deyərsiniz, fərq nə oldu? Fərq bundadır, vərəm dərmanlarını 2 həftə içən şəxs, xəstə, pasiyent, adi yox, pasiyent, onda bütün simptomlar ağzı bağlanır və vərəm ətrafa yayılan olmur artıq. Onun özü üçün xəstəlik olur. Bir şərt var burada. Bir məqam var ki, ondan sonra dərman axıra qədər getməlidir. Əgər 6 aylıq müalicədə 2 həftədən sonra bu görsə ki, simptomlar gedib, yəni o 2 həftədən sonra bütün simptomlar keçir. Öskürək olmur, qızdırma olmur, keçicilik olmur. Yanında otursun, keçməyəcək o birisinə. Çünki o dərmanlar öz işini görməyə başlayır. Ancaq 2 həftədən sonra buna kifayətlənsə ki, daha məndə heç nə yoxdur, o saxlasa dərmanı içməsə və onda o keçiricilik artır, təzədən yaranır və 2 qat şiddətli formada yayılır. Yəni adi halda 4 dərmanla müalicə olunacaq vərəm keçə bilərdisə, indi davamlıq yaranda 6-8 dərmanla müalicə olunacaq keçir. Dərmanlar da vərəm dərmanları həddindən artıq zəhərli dərmanlardır. Yəni bu vərəmi məhv eləyir, ancaq bildiyiniz kimi də bir dərman bir yerə xeyirdirsə başqa orqanlara ziyan ola bilər. İstənilən dərmanda belədir. Bəli, bəli. Qaraciyər depodur da, yəni qanun süzlüyünə görə bütün hamısı gəlir qaraciyərdən keçir və ona görə də biz bunu bütün təlimlərimizdə deyirik. İstənilən dərman, hətta vitamin belə olsun, İstənilən dərman zəhərdir. Hər bir dərman, vitaminin özüdür, C vitamini deyirsiniz, hamısı zəhərdir, yadınızda saxlayın. Dərmanı, zəhəri dərmana çevirən onun dozasıdır. Yəni, həkim tərəfindən təyin olunmuş dozadır, onu aşmaq olmaz. Tutaq, mən xəstələnmişəm bir həftə, yanımda olan keçici bir xəstəlikdən vərəmlə xəstələnmişəm. Mən gedirəm rengenə ki, tez gedim yoxlanım, görüm məndə vərəm var, yoxsa yox. Məktəbdə müəllim deyir, get rengenden keç, misal üçün. İndi o müəllimin sahəsi deyir, onun başa düşmək o ki, deyir, yəni get yoxlan. Mən gedirəm, rengenə girirəm, rengen deyir ki, sənin ciyərlərin tərtəmizdir. Mən də xatircəm gəlirəm ki, məndə heç nə yoxdur, davam edirəm dərsə gəlməyə və davam edirəm hamını yoluxdurmağa. Sual yarana bilər, onda rengen nəyə görə lazımdır ki? Bəli, rengen çox qiymətli, çox gözəl metoddur, diaqnostik metoddur. Ancaq bir dənə məqam var, 21-ci əsrdə rengen əsas deyil, əsas bəlğəmin analizi. Gərək ona deyilərdi ki, get bəlğəmindən öskürürsənsə, get birinci bəlğəmindən analiz ver. Birinci həkimə yaxınlaş, yəni ki, bəlğəmə deyəcək. Nəyə görə? Deyərsiniz ki, rengen bəs rol oynamır, oynayır. Ancaq rengen xəstəliyi ciyərdə o zaman görür ki, ciyər artıq strukturca dağılmağa başlayır. Eyni zamanda WhatsApp qrupunda yazsaz vərəmsiz gələcəyə doğru WhatsApp-la suallarınızı verə bilərsiniz. YouTube-da baxa bilərsiniz tədbirlərə. Yəni bundan qabaqki məktəblərdə necə olub, sizdə necə və bundan sonra necə olacaq. Eləcə də başqa bayaq Kənan müəllim dedi, ailə qadın mərkəzlərində olub, gənclərlə olub, gənclər mərkəzlərində görüşlər olub. Yəni bunlar hamısı hər yerdə biz sizlənik. Yəni sadəcə onlar yetər ki, bir dənə sual verə bilərsiniz sadəcə olaraq. İstənilən zaman vərəmin davamlı forması deyəndə nə nəzərdə tutulur və həssas deyəndə nə nəzərdə tutulur? Davamlı vərəm dərmanlarının düzgün yerinə yetirilməməsi deməkdir. Məsələn, siz bayaq da özü dediniz ki, əgər xəstə 5 dərman içirsə, onun üçünü yetərsiz gəlirsə, yəni bu zaman orada artıq insanda xəstədə artıq vərəm xəstəliyi getməmiş olur. Yəni vərəm yerində qalacaq. Vərəm necə yoluxur? Mən vərəm xəstəliyi bir çox yollardan yoluxa bilər. Birincisi mənim öskürək yolu ilə, ikincisi asqıraq yolu, üçüncüsü ünsiyyətdə olduğumuz zaman hava damcıları ilə. Vərəmin diaqnozu necə qoyulur? Xəstəxanaya gedirsiniz. Orada bəlğəmdən analiz verirsiniz. Sonra da mən öskürəklə renginlə qızdırmayı. İştahsızlıq, arıqlamaq, gecə tərləmək, qızdırma, bəlğəm kimi
əlamətlərlə müşahidə etmək olar. İlk öncə bəyaq analizi, sonra rentgen analizi. Çünki rentgen analizində ilk həftələrdə xəstə özünü tam göstərməyə bilər, amma bəyaq analizində dəqiq xəstə və yaxud da sağlam olduğunuzu bilmək olar. Vərəmdən tam sağalmaq üçün nə etmək lazımdır? Vərəmdən tam sağalmaq üçün ilk öncə düzgün həkim müayinəsindən keçək və yəni müalicəni yarıda qoymamaq lazımdır. İnsanlar istəyirlər şəxsdən, yəni evlərində müalicə ola bilməzlər. Yəni aptekdə hal-hazırda heç bir aptekdə yəni satışı yoxdur dərmanların. Yalnız dövlət müəssisəsində, yəni dövlət xəstəxanalarından istifadə olunur. Aktiv bir vərəm xəstəsi görəndə ona nə məsləhət verə bilərsiniz? Müalicə almayan bir insanı. Məsləhət verərəm ki, müalicə olmalıdır, davamlı olmalıdır ki, sağalsın, yoxsa bu yolla sağalmaz. Siz sual verdiniz, vərəmli bir xəstə görəndə nə etmək lazımdır? İlk öncə vərəm əgər tanışımız və yaxud da gördüyümüz hər hansı bir məntiqədə gördüyümüz vərəm xəstələri, yəni qarşılaşırıqsa, ilk öncə özümüzə qorumalıyıq, yəni maskalardan istifadə etməliyik, spirtlərdən istifadə etməliyik ki, yəni minimum şəkildə özümüzü qoruyaq. İkinci tərəfdən də yəni ona tövsiyə verməliyik ki, o da özünü qorusun, müalicələrə getsin. Bilirsiniz nəyi bilmək istəyirəm? Bu hamımızda bu vərəmin çöpləri var da. Biz nə edə bilərik ki, məsələn, bunlar yəni vərəmə çevrilməsin də. Çöpü var axı bizdə. Deməli cavab verin belə. Vərəm çöpləri bəli, ümumiyyətlə mikroorqanizmlər uşaq anadan olandan sonra ki, hava ilə nəfəs almağa başlayır, yəni cəmiyyətə daxil olur və yetkin fərdə çevrilməyə doğru gedir. Bəli, bütün mikroorqanizmlərlə təmasda olduğuna görə yaranır. Onlarda həmin mikroorqanizmlər olur. Sadəcə olaraq bayaq da qeyd elədim. İmmun sistem anlayışı var insanda, yəni immunitet. Anadan gəlmə immunitet ana vasitəsilə ötürülür uşağa və sonra da dayanıqlı immunitet, qazanılmış immunitet yaranır. Qazanılmış immunitet nədir? Vaksinlər, vaksinasiyalar və insanın həyat tərzində qazandığı, yəni orqanizmin qazandığı müdafiə xüsusiyyətləri. Bunlar əsas nədir? Ona görə, yəni ki, mantu sınağından bayaq danışdıq. Biləyə qoyulan mantu sınağı həmin sizin dediyinizi göstərir. Yəni əgər şübhələnmə varsa, yəni ki, birdən yəni sadəcə belə deyək də, vərəmə mən necə elm tutulmayım? Tez-tez yoxlanmaqla, düzgün həyat tərzi keçirməklə və düzgün həyat tərzinə nə daxildir? Bu anlayışın içində nə gedir? Yəni konkret olaraq immuniteti zəiflədən şeylərdən azad olmaq. Məsəl üçün, mən deyəndə broşuralarda var, vermişik sizə. Orada deyilib tütünlə, siqaretlə bağlı. Yəni tütün çəkmə, immuniteti birinci növbədə zədələyən həyat pis vərdişdir. Yəni ondan necə azad olmaq? Biri deyə bilər ki, mən çəkmirəm ki. Bəli, əgər o çəkmirsə, lakin çəkənlə təmasdadırsa, yəni ailədə ata çəkir, bütün ailə ondan nəfəs alır və yaxud da ki, məktəbdə bir nəfər çəkir, digər onun yanında durur. O da pasiv siqaret çəkən sayılır. Deməli, ona da ciyərlərinə keçir o tüstü və həmin tüstü artıq zədələyir ciyəri və onun immun sistemini aşağı salır. İmmuniteti də güclənən nədir? Düzgün qidalanma, zərərli vərdişlərdən uzaq olma, kifayət qədər yuxu, istirahət. Uşaqların çoxu məsəl üçün müəllim yanına gedirlər, institutlara hazırlaşırlar, universitetlərə, bəli, gözəl. Ancaq yenə deyirəm, istirahəti düzgün qurmaq lazımdır. Yəni oxumağın oxumaq vaxtı var, istirahətin istirahət vaxtı var. Bu immun sistemi saxlayan əsas amildir. Yəni bunu nəzərdə saxlamaq lazımdır. Biz gəldik, çatdıq artıq təlimimizin sonuna, yekunlaşırıq. Deməli, təşəkkürümüzü bildiririk məktəb kollektivinə də, məktəbin rəhbərliyi başda olmaqla, bütün müəllim heyətinə, gələn valideynlərə, eləcə də uşaqlara təşəkkürümüzü bildiririk. Belə gözəl bir yığışdıq, interaktiv oldu qəşəng suallarımız. Biz seçmə bir neçə nəfər uşağın adını qeyd elədik burada. Yəni mən sadəcə olaraq onu deyim ki, suallar verildikcə, cavablar çoxaldıqca ola bilər kimisə əvvəl adını yazdıq, sonra onu yox, başqasını yazdıq. Nəyə görə deyirəm? Biz çalışdıq, yəni ki, ədalət prinsipindən qiymətləndirək ki, görək kimlər daha yaxşı cavab verdi. Ona görə biz 3 nəfəri sizin aranızdan istədik götürək. Yenə deyirəm, əvvəl yazırıq adları, lakin ondan yaxşı cavablar onda silinir, başqası yazılır. Ona görə bu rəqabətdir, hər bir yerdə olduğu kimi. Adlarını çəkəndə zəhmət olmasa həmin adamlar yaxınlaşsın bizə. Biz onlara balaca hədiyyələr vermək istəyirik ki, yəni ki, bugünkü gündən yadigar qalsın deyə. Ağazadə Zəhra. Buyur Zəhra, təbrik edirik. Uğurların davamlı olsun. Zülfüqarov Azay. Təbrik edirəm. Buyur, burada sən sertifikatın. Uğurların davamlı olsun. Mirzəzadə Mələk.
Bununla da biz gəldiyimiz bax bu tədbirin sonuna yaxınlaşdıq və öz növbəmdə onu əlavə edeyim ki, yəni hər hansı bir arzuya doğru gedirsinizsə, hər hansı bir uğura doğru gedirsinizsə, birinci təbii ki, onu dəqiqləşdirməlisiniz ki, yəni ki, sizə nə lazımdır. Hər bir insan bunu bilir və bunu doğru bu istiqamətdə düzgün yolla getməlisiniz. Düzgün yol hərənin özü var, öz məsləhəti var, böyükləri var, müəllimlərimiz var, bu öz yerində. Ancaq bu düzgün yolda sağlamlıq vacibdir. Yəni əsas sağlam olmaq lazımdır ki, yəni ki, tutduğunuz yolda uğur qazana biləsiniz. Fikir verin, yəni nəticəyə yalnız o zaman qalibiyyət verir. Nəticə o zaman qalibiyyət verir ki, ona təkidlə həmin yolda gedə biləsiniz. Yəni dağa çıxırsa, axırda qalib, yəni ki, yorulmadan, əzmlə axıra qədər gedən şəxsdədir. Yəni bu sadəcə olaraq viktorina idi, sadəcə bir sual idi. Sadəcə olaraq sizin cavablarınız bizə çox vacib idi. Yəni görək ki, siz bu sahəni nə qədər çox fikirləşirsiniz. Yəni bu lazım deyil ki, bu sahədə yəni ki, vərəmi bilmək üçün hamı həkim olmalıdır. Yox. Buna ehtiyac yoxdur. Sadəcə olaraq hamı düzgün məlumatda olmalıdır. Düzgün məlumat isə hər şeyin açarıdır. İstənilən elmdə də, istənilən sahədə də, hər şeydə düzgün məlumatda olmaq, yəni uğurun demək olar ki, 90%-idir. Yəni bu əsas hissədir. Çox sağ olun. Təşəkkür edirəm müəllimlər, sizi də, təşkilatçılar da, uşaqlar da belə gözəl mühitdə keçirdiniz.